Efiopiya Asan Xidmət modeli əsasında yaradılan Mesop Dövlət Xidmət Mərkəzinin təqdimatı olub. 8 mərtəbədən ibarət mərkəz pilot mərhələdə vətəndaşlara 120-dən çox xidmət təqdim edir. Efiopiya rəsmiləri göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Həmçinin ilin sonuna dək bu tip mərkəzlərin sayının artırılması planlaşdırılır. Qeyd edək ki, 2024-cü ilin mayında Asan Xidmət təcrübəsinin Efiopiyada tətbiqinə dair prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiyanın aidiyyatı qurumu arasında anlaşma memorandumu imzalanıb. Azərbaycanın Asan brendi 30 ölkə tərəfindən tədqiq edilir, öyrənilir. Efiopiya isə 5-ci ölkədir ki, artıq tamamilə Asan Xidmət Mərkəzini öz ölkəsində tətbiq etməyə başladı. Bu, Efiopiyada ilk mərkəzdir, lakin Efiopiyanın 130 milyona yaxın əhalisi var və Efiopiya hökumətinin qərarına əsasən gələcək illərdə 100-ə yaxın Asan modeli əsasında mərkəzlər qurulacaqdır.